Salam dostlar. Bax gördünüz bu qalın Oxford kitabı. Dünyanın bütün ingiliscə sözlərinin olduğu lüğəti oxumağa davam edirik. Deməli qalmışdıq burada. Acceptable. Agreed or approved of by most people in a society. Cəmiyyətdə əksər insan tərəfindən razılaşdırılan və ya qəbul edilən. Məsələn, cümlədə bunu biləcəyik. Children must learn social acceptable behavior. Deməli, uşaqlar öyrənməlidir nəyi? Sosial cəhətdən, sosial olaraq qəbul edilmiş davranış qaydalarının, davranışı. Bu bir mənası bu. İkinci mənası. That somebody agrees is of a good enough standard or allowed. Bir adam razılaşır nə ilə? Yəni yaxşı, məqbul sayılan bir, kifayət qədər yaxşı standarta malik, icazə verilən bir şeylə. İndi bunu görək bir cümlə ilə, bir sözlə bizim dildə ifadəsi necədir? Cümlədə baxaq. For this course, a pass in English at grade B is acceptable. Yəni bu kurs üçün deyir. Bu kurs üçün. Burada mənası nədir? İkinci mənası qəbul olunan, məqbul, keçərli. Yəni deyir bu kurs üçün a pass. Pass dostlar şeydir, keçid balı. İngilis dilində deyir keçid balı. İngilis dil imtahanında və yaxud da at grade B, B dərəcəsində is acceptable. Deməli, for this course, a pass in English at grade B is acceptable. Yəni, B dərəcəsini alsanız, bu keçərlidir. Keçid balıdır. The air pollution in the city had reached 4 times the acceptable levels. Deməli, hava çirkliliyi şəhərdə çatmışdır, deyir, 4 dəfəyə. Yəni, məqbul sayılan, qəbul olunan səviyyədən 4 dəfəyə çatmışdır. We want a political solution that is acceptable to all parties. Biz deyir, siyasi bir həll yolu axtarırıq, istəyirik. Hansı ki, acceptable-dur, yəni məqbuldur, keçərlidir bütün tərəflər üçün. Üçüncü mənası var. Not very good, but good enough. Yəni, çox yaxşı deyil, amma kifayət qədər yaxşıdır. Bunun bir sözlə mənası şeydir, qənaət bəxş. The food was acceptable, but no more. Deməli, yeməkdir. Deməli, yaxşı idi. Yaxşı idi. Amma çox da yox da. Yəni, qənaət bəxş idi. Opposite unacceptable-dur. Yəni, unacceptable da nədir? Qəbul edilməz də, belə deyək. Qənaət bəxş sayılmayan. Sonra acceptability. Acceptability, dostlar, baxın. Acceptability. Yəni, birinci mənası şeydir. Məqbulluq, qəbul olunma dərəcəsi. İkinci mənası isə məqbul dərəcə, qəbul olunan dərəcə. Bir də var, bax bu var, acceptably. Acceptably, yəni zərf olaraq, acceptably qənaət bəxş dərəcədə birinci mənası. İkinci mənası məqbul şəkildə cəmiyyətin qəbul etdiyi normalara uyğun olaraq. Bax belə. Gələn dəfədə bu sözdən davam edərik. Deyə bu acceptance. Acceptance-dan davam edərik.